Salam, bugün sizlərlə tənliyin 6-cı bölməsi, yəni tənlik qurmaqla məsələ həll izah edəcəm. Sadəcə tiplərə baxın, tipləri biləndən sonra həll etməyi bacaracaqsınız. Məsələn, birinci, ikinci sualı oxuyun. Görürsünüzmü uşaqlar, sayla bağlıdır. 64 ədəd nə salınıb, 55 ədəd nə salınıb. İstənilən birini gəlin işləyək, məsələn, ikincisini. Say məsələlərində həmişə toplayıb saya bərabər edirik. Gəlin baxaq, 55 dənə alınıb, birinci növ dəftərə 25 manat pul verilib, ikinci növ dəftərə 45 manat pul verilib. Amma bu dəftərlərin biri neçəyədir bilmirəm. Məsələn, biri 5 manat olsa bölərəm, sayını taparam ki, görün biri 5 manatdan neçə dəftər alıb. Bizdən elə birinci növ dəftərin qiymətini istəyir. Həmişə soruşulana nə deyirik? X. Birinci növə ona görə nə deyəcəm? X. Deyir ki, birinci növ dəftərin qiyməti ikinci növdən 0,5 manat ucuzdur. Birinci növ ucuzdursa, ikinci növ bahadır. 0,5 manat. Yəni, burada da 45 manatı bölürəm ikincinin qiymətinə, sayını bilim də. Məsələn, uşaqlar, biri 15 manatdırsa, deməli 3 dənə alıb. Biri 20 manatdırsa, 2 dənəsinə pulu satıb, belə. Cəmi də 55 dənə kitab alıb. Aydın oldu mu? Say məsələlərində belə edirik. Yəni, ümumi qiyməti bir qiymətə bölürük, o birinin ümumi qiymətini bir qiymətə bölürsən, sayını tapırsan. Bunun daha sadə versiyalarında ortaq məxrəcə gətirib həll edə bilərik və ya hər tərəfi 5-ə bölüb həll edə bilərik. Amma variant varsa ona ehtiyac yoxdur. Variantları bir-bir yoxlayırıq. Gəlin sizdən 2 dənə variantı yoxlayaq. Tutaq ki, A ilə C gözümüzə kəsir də 0,5 görürük. Ya A-dır, ya C-dir. Gəlin A ilə C-ni yoxlayaq. A 0,5-dir, C 1-dir. X-in yerinə 0,5 qoyuram. Uşaqlar, 25-i 0,5-ə böləndə məxrəci 10-a vururamsa, sürəti də 10-a vururam. 250-ni 5-ə bölmüş oluram. 250-ni 5-ə böləndə eləyir 50. 45-i də 1-ə böləndə eləyir 45. Cavab olur 95. Amma bizə lazımdır 55 dənə. Deməli, A deyil. İndi C-ni yoxlayaq. Yəni, X-in yerinə 1 qoyaq. Buradakı X-lərin yerinə uşaqlar 1 qoyaq. 25 böl 1 üstə gəl 45 bölünsün 1 üstə gəl 0,5. Yəni, 25-i 1-ə böləndə 25, 45-i 1,5-ə böləndə uşaqlar məxrəci də 10-a vururam. Sürəti də 10-a vururam. Eləyir neçə? 30. 25 ilə 30-u toplayanda 55. Bizdən də həqiqətən 55 dənə kitab lazım idi. Deməli, C variantdır. Bir-bir yoxlayacaqdınız, C-də ödənəcəkdir deyə C-ni götürəcəkdiniz. Bu say məsələləri. İndi baxaq, fərqli saat məsələləri necə işlənilir. Baxın, 5-dən 6. İkisindən birinə baxaq. Baxaq 6-cı suala. Həmişə nə demişəm? Fərqli saat məsələlərində bir saata, bir günə, yəni vahid zamanda görülən iş tapılır, o da tərsinə çevrilir. Məsələn, 3 saat işləyiblərsə, uşaqlar 1 saata nə qədərini işləyiblər? 3də 1-ini. 4 saat işləyiblərsə, 1 saata nə qədərini işləyiblər? 4-dən 1-ini. Bildinizmi? 6 saata bir-bir baxın da uşaqlar. 6 saat, 12 saat. 6 saat işləyiblərsə 1 saata 6-da 1-ini işləyiblər. 12 saat işləyiblərsə 1 saata 12-də 1-ini işləyiblər. Deyir, birlikdə. Birlikdə görək bunlar 1 saata hələ cəmi nə qədər işləyiblər? Yəni, bunların 4-ünü də toplayaq. 3-də 1, 4-də 1, 6-da 1, 12-də 1. Ortaq məxrəc 12-yə gətirsəm, 12-ni 3-ə bölün, 12-də 4, 12-ni 4-ə bölün, 12-də 3, 12-ni 6-ya bölün, 12-də 2, 12-də 1 də elə özüdür. Toplayanda uşaqlar oldu ki, 1 saata, baxın yazıram, 1 saata topladıq ki, 12-də 7 üstə gəl 2, 9, 12-də 10. 12-də 10-u ixtisar eləsək, 6-da 5. Yazın mı? İstəyirsiniz yuxarıdan yazın. 1 saata 6-da 5 iş görüblər. Amma deyir, həmin işi, yəni bütöv işi, bütöv görəcəkləri işi var, müəyyən bir iş görürlər. Deyir, uşaqlar birlikdə bütöv işi nə qədər vaxtda yerinə yetirərlər? Nə qədər vaxt deyir deyə yazıram X. Bütöv iş 1-dir, yəni 6-dan 6-dır. Bura 6-da 6 da yaza bilərsiniz, 1 də yaza bilərsiniz. Tənasüb də görəndə çarpaz vururuq. 6-da 5 dənə X bərabərdir 1. X-i tapanda 1-i 6-da 5-ə bölürük. Böləndə tərsinə çevirib vururuq. Edir 5-də 6 saat. Amma bir də cavaba baxın. Cavablar dəqiqə iləndir. Deməli, saatı dəqiqəyə çevirməliyik.
1 saat neçə dəqiqədir? 60 dəqiqə. Ona görə 5-də 6 götürmürəm uşaqlar. 5-də 6-nı 60-a vurub götürürəm. Məxrəc yoxdur deyə məxrəci 1 yazıram. 60-ı 5-ə böləndə 12. 6-nı 12-yə vuranda 72 dəqiqə. Deməli 72 dəqiqə vaxtları gedir bütün işi görməyə. Əgər hamısı bir yerdə işləsəydilər. Sonra uşaqlar 10-cu sual. Yaş məsələləri çox da rahat məsələlərdir. 9-dan 10-a baxın. Yenə də əsas məğzu odur ki, nəyi soruşursa ona x deyirsiniz. Atanın neçə yaşı var deyirsə, ataya x deyirsiniz. Həmişə soruşulana x deyirsiniz. İndi oxuyuram. Ata oğlundan 27 yaş böyükdür. Deməli, oğul da var. Bura oğul yazım. Ata oğlundan 27 yaş böyükdür. Ata böyükdürsə, oğul kiçikdir də. Onda oğul 27 yaş kiçikdir. Bildinizmi? Deyir 4 ildən sonra. 4 ildən sonra atanın da yaşı 4 yaş artır. Oğlun da yaşı 4 yaş artır. Deyir 4 ildən sonra oğlundan 4 dəfə böyük olacaq. Yəni 4 il sonraki atanın yaşı oğlun yaşından 4 dəfə böyük olacaq. Bildinizmi? Yəni oğlun yaşını 4-ə vurmalıyam. Alınır ki, x üstə gəl 4 bərabərdir 4 vur. X çıx 23. X üstə gəl 4 bərabərdir 4x çıx 3 vur 4 12 bir yadda 92. X-ları böyük olan tərəfə yığıram 3 dənə x 4-ün üstünə 92 gəlirəm 96. 96-nı 3-ə böləndə edir 32. Deməli atanın 32 yaşı var imiş. Oğlunun da yaşı istəsəydi 32-dən 27-dən çıxın 5 yaşı var imiş. Atanın yaşını istəyir deyə Y variantı. 12-ci sual. Hesablamalardan qorxmayın uşaqlar. Riyaziyyat hesablamadır. Yəni siz riyaziyyatda nə görmək istəyirsiniz ki? Toplama, vurma, bölmə olacaq da, faiz olacaq. İndi riyaziyyat, fizika, kimya kitabları var, yazıram. Riyaziyyat, fizika, kimya. Deyir ki, riyaziyyat kitabları bütün kitabların 46%-dir. Bütün kitab sözünü eşidirəmsə 100% bura yazıram ki, fikrim qarışmasın. 46%. Deyir fizika, riyaziyyatın, baxın uşaqlar, deyir riyaziyyat 46-dır, fizika riyaziyyatın 80%-dir. Yəni bu 46 hissənin 80%-dir. 46-nın 80%-ni tapacağam. Hər tərəfi 20-yə bölsəm burada 4 qalır, burada 5 qalır. 4 vur 6, 24, 2 yadda 16, 2 yadda 184 böl 5. 3 vur 5, 15, 34'ü 6, 36,8% də bu elədir. Uşaqlar, incə dediyi, baxın kimyanın faizini yazmayıb, kitabın ucu özünü yazıb, faiz demir. Bizə dediyi axı cəmi 100%. Gəlin toplayaq, 100-dən çıxaq, kimyanın da faizini tapaq da. 46 ilə 36,8-i toplayıram, görüm neçə faiz edir. 82,8%. 100% kitabın 82,8-i bunlardırsa, görə yerdə qalanı nə qədəri kimyadır? 10-dan 8-i çıxıram 2, 9-dan 2-ni çıxıram 7. 17,2%-i başlar çıx qoyduğum yeri özüm tapdım ki, 17,2%-i kimyaymış. İndi gəlin oxuyaq. Deyir ki, kimya kitabları 43 kitabdır. Onda tənasüb quraq da. Baxın, burada yazıram. 17,2% tapdıq. O da deyir 43 kitabdır. Deyir, bəs cəmi neçə kitab var? Cəmi kitabında bu yax yazmışdıq da 100%-dir. Yazırıq ki, bəs 100% neçədir? X. Çarpaz vururuq. Tənasüb görürsə çarpaz vururuq. Qırmızı ilə istirsi yazım ki, qarışmasın bu hissələr. 17,2 vur x bərabərdir 43 yanında 2-dən 0. X-i tapanda 43 yanında 2-dən 0 bölürəm 17,2-yə. Məxrəci heç vaxt belə vergüllü saxlamaq olmaz. Məxrəci 10-a vururamsa, sürəti də 10-a vururam. 43 yanında 3-dən 0. 430-u 172-yə böləndə 2 düşür. Varianta baxın, 2 ilə başlayan onsuz bir dənə ədəd var. Amma imtihanda çubuqlu bölməklə bölə bilərsiniz. 250 edir. Anladınızmı? Ümumi kitabların sayı 250 idi. Baxaq 24. Bəs bir usta, o biri ustadan, yəni və ya bir fəhlə, o biri fəhlədən 3 dəfə tez, 2 dəfə tez, yəni saat verməyib dəfə desə nə edərik? Baxaq. Fəhlələrdən biri təklikdə digərindən 3 dəfə tez yerinə yetirir. Birlikdə işləsələr həmin işi 3 günə yerinə yetirərlər. Baxın uşaqlar. Biri tutaq ki, yazıram ki, x saata yerinə yetirir, o biri 3x saata yerinə yetirir. Bizə demiş ki, fəhlə məsələlərində nə edirəm? 1 saata. 1 saata onda bu uşaqlar 1 bölü x yerinə yetirir iş. Bu 1 saata nə qədər yerinə yetirir? Tərsinə çevirin. 1 bölü 3x. Deyir, indi birlikdə işləsələr.
Birlikdə 3 bunları toplayacağam. Bu arada uşaqlar söhbət gündən deyib deyə gəlin biz gün yazaq ki, leksik olaraq da normanı bozmayaq. Söhbət gündən gedir. Yəni sizə gün desə gün yazırsınız, saat desə saat yazırsınız. Heç bir fərq yoxdur. Bir günə 1 bölü x, əsas odur ki, vahid zaman 1. 1 bölü x, o birisi 1 bölü 3x. İndi baxaq ki, bir günə ikisi bir yerdə nə qədər iş görüb? 1 bölü x ilə 1 bölü 3x-i toplayıram. Deyir ki, 3 gün yerinə yetiriblər birlikdə. Onda birlikdə 1 bölü 3. Bildiniz, yenə tərsinə çevirirəm bu uşaqlar. Birlikdə 3 gündürsə, onda bir günə 3/1-in yerinə yetiriblər. Yəni, bu ikisini tərsinə çevirib, birlikdə işlədiklərini də tərsinə çevirməyə bərabər edirəm. Ortaq məxrəc 3x-a gətirirəm. 3x x-a böləndə 3 qalır. 3x-in üstündə onsuz 1-dir. Ortaq məxrəcə gətirdim. Alındı 3x-da 4 bərabərdir 3/1. Uşaqlar, 3-lər ixtisar gedir. Qalır 4 bölü x bərabərdir 1. 4-ü nəyə bölsəm 1 eləyəcək? 4-ə. Yəni, deməli, biri 4 gün işləyirmiş. X-i tapdım 4. O birisi də 3x idi deyə 3 vur 4, 12. Yəni, birini tapdım 4 günə, o birisini tapdım 12 günə işləyirmişlər. Aydındırmı? Sadəcə tərsinə çevirirsiniz. Bunu niyə işlətdik? 3 dəfə tez deyir deyə birinə x, birinə 3x. 26. Kater məsələləri. Diqqətli olun görün. İki məntəqədən qarşı-qarşıya sallan kater yola düşdü. Uşaqlar, qarşı-qarşıya deyirsə, həmişə sal çayın axını ilə gedir. Axını ilə. Çünki salın öz sürəti yoxdur, o taxtalardan ibarətdir. Özü gedir, yəni motoru falan yoxdur. Amma kater qarşı-qarşıya gəlirsə, onda bu çayın axınına gəlir. Çayın axınına qarşı. Axına qarşı. Bildiniz? Sal həmişə axın ilə gedir. Əgər kater qarşıdan gəlirsə, axına qarşı gəlir. Çayın yazıram, itir. Aha, deyir 73,2 kilometrdir. Çayın sürəti də 18,3-dür. Uşaqlar, onda çayın, yazıram, V çay. Çayın sürəti 18,3-dür. Onda katerin sürətini də bilmirəmsə x deyim. Bizdən soruşur ki, neçə saat sonra görüşərlər. Və yolu da verib. Biz bilirik ki, uşaqlar qarşı-qarşıya gələndə toplanılır. Bunların ikisi də toplanılır. Yəni, bunun ikisini də toplayacağım. Birincinin çayın axını ilə gedir və salın öz sürəti yoxdursa, sürəti ilə çayın sürətidir. Yazıram 18,3. Amma hansı zamanda gedib bilmirəm. Həmin zaman ərzində də bu da çayın axınına qarşı gedib. Axına qarşı sürəti tapanda katerin sürətindən çayın sürətini çıxıram. Amma həmin zamanda gediblər və cəmi də 73,2 kilometr yol gediblər. Aydındırmı? Bir dənə baxın, axına qarşı deyəndə katerin sürətindən çayın sürətini çıxdım. Burada da salın da öz sürəti yoxdur deyə elə çayın sürətini yazdım. Olur 18,3t üstə gəl xt çıx 18,3t möhtərizəni vurub açdım. 18,3t'lər gedir. Qalır x vur t. Bərabərdir 70 tam onda 2. Aha, uşaqlar, burada misala baxın. Deyir ki, katerin sürəti 18,3-dür. Çayın sürəti yox, katerin sürəti. Katerin sürəti, biz buna baxın. Katerin sürəti 18,3-dür. Çayın sürəti x-dir. V kater 18,3, V çay x-dir. Ona görə yazıram x vur t. Biz də bilirik ki, katerin sürətindən çayın sürətini çıxıram. Yəni 18,3-dən x-i çıxıram. Bildinizmi? Sualı ona görə əsas düz oxumaq lazımdır. Katerin sürəti 18,3-dür. Belə də x t'lər ixtisar gedəcək. Baxın, görüm. X vur t, üstə gəl 18,3t, çıxılsın x vur t, bərabərdir 73,2. X t'lər ixtisar gedir. Qalır 18,3 vur t, bərabərdir 73,2. Böləndə də neçə olur? 4. Deməli, 4 saat sonra görüşərlər. Buna uyğun baxaq 30-cu suala. Amma burada sadəcə bir hərəkət var idi. İndi bura baxın, həm gedir, həm də qayıdır. Deməli, eyni vaxtda körpüdən
Qarşı-qarşıya katerlə sal yola düşür. Yenə də qayda eynidir. Sal axın ilə gedir. Kater axına qarşı gəlir. Çünki qarşı-qarşıya gəlirlər də məcbur. Deyir, kater 30 kilometr gedib. Onda uşaqlar 30 kilometr gəlibsə 30 kilometr necə gəlib? Axına qarşı. Deyir, o biri körpüyə çatıb. Deməli, bu 30 kilometr gəlib, o biri körpüyə çatıb. Amma deyir, geriyə 20 kilometr qayıdır. Bax, geriyə deyir 20 kilometr qayıdıb. Deməli, 20 kilometr axın ilə qayıdıb. 20 kilometrdə axın ilə gəlib. Deyir, sala çatdı. Onda uşaqlar sal buradaymış və sal onda nə qədər yol gedibmiş? 20 kilometr. Çünki deyir 20 kilometr geri qayıdanda bunu görüb. Deməli, sal 20 kilometr yol gedib. Bunlar eyni zamanda baş verib. Deməli, zamanları bərabər eləyəcəm. Baxın, görüm, bu eyni zamanda 30 kilometr axın ilə gedib. Axın ilə gedəndə sürətlər toplanır. Yəni, katerin sürətinin üstünə bilmirəmsə x yazıram. Çayın sürətini gəlirəm. Bir də 20 kilometrdə axına qarşı gedib. Yəni, katerin sürətindən çayın sürətini çıxıram. Bu, katerin getdiyi, eyni zamanda katerin getdiyi yoldur. Yəni, 30 bölünsün x üstə gəl 4, 20 bölünsün x çıx 4 zamanı belə tapırıq. Görək, sal həmin zamanda nə edib? 20 kilometri gedib. Görək, hansı sürətlə? Biz demişdik, salın öz sürəti yoxdur. Elə çayın sürətidir. Çayın sürətində verib ki, 4-dür. Yox, başlayaq, həll edək. Yazıram, 30 bölünsün. X üstə gəl 4, üstə gəl. X çıx 4, bərabərdir 5. Bərabərin hər tərəfini eyni ədədə bölə bilərəm. Hamısını nəyə bölün? 5-ə. Burada 6 qalır, burada 4 qalır, burada 1 qalır. Yazaq, 6 bölünsün, x üstə gəl 4, üstə gəlinsin, 4 bölünsün, x çıx 4 bərabərdir 1. Ortaq məxrəcə gətirirəm. Vuranda biz bilirik ki, x kvadrat çıx 16 eləyir. Çünki müxtəsər vurma düsturudur. Müsbətinə böləndə mənfisi alınır. Mənfisinə böləndə müsbət alınır. Bərabərdir 1. Biz bilirik ki, nəyi nəyə böləndə 1 eləyir? Eyni ədəd, eyni ədəd. Ona görə sürəti məxrəcə bərabər eləyəcəm. Yazıram, 6x çıx 24. Üstə gəl 4x, üstə gəl 16. Bərabərdir x kvadrat çıx 16. Burada olur 10x. Çıx 8. Burada olur x kvadrat çıx 16. Alınır nə? Hər şeyi x kvadrat olan tərəfə yığıram. X-in kvadratı çıx 10x. Mənfi 16-nın üstünə 8 gələndə eləyir. Uşaqlar, eyni zamanda baş verən hadisələrdir deyə zamanı bərabər eləyəcəyik. Zaman düsturunu bilirsiniz də, S böl V, yəni yolu sürətə böləcəyik. Bu gedib 30 kilometr yol, hansı sürətlə gedib? Axına qarşı gedibsə, çıxacağıq sürətləri. Yəni, katerin sürətini bilmirəmsə x-lə, çayın sürətini çıxacaq. 20 kilometr axın ilə gedibsə, katerin sürətindən çayın sürətini toplayacaq. Bu zaman ərzində görüm o birisi S böl V nədir? Sal 20 kilometr gedib. Baxın, 20 kilometr gəlib sal. Amma salın sürəti ilə çayın sürətidir. Yəni nədir? 4. Yazıram. 30 bölünsün. X çıx 4. Yerləşməsi üçün biraz xırda-xırda yazacağım. 20 bölünsün. X üstə gəl 4 bərabərdir 5. Hər tərəfi 5-ə bölsəm, burada 6 qalır, burada 4 qalır, burada 1 qalır. Ortaq məxrəcə gətirirəm uşaqlar. X çıx 4, x üstə gəl 4. Nəyin düsturudur? İstəyirsə yazın. Çıxa böləndə üstə gəl qalır. 6 dənə x üstə gəl 4. Üstə gəlinə böləndə çıxı qalır. 4 dənə x çıx 4. Bərabərdir 1. Biz də bilir ki, nəyi nəyə böləndə 1 eləyir? Eyni ədədi, eyni ədədi. Sürəti məxrəcə bərabər eləyəcəm. Sürət 6x üstə gəl 24. Üstə gəl 4x çıx 16-dır. Məxrəc x-in kvadratı çıx 16-dır. Bu 16-lar ixtisar gedirmi? Qalır x kvadrat. Hər şey x kvadrat olan tərəfə yığacam. Çıx 10x. Çıx 24. Bərabərdir 0. İndi gəlin düşünək. Viet teoremindən nəyi nəyə vuranda mənfi 24 eləyəcək? Toplayanda əksi, yəni müsbət 10 eləyəcək. 12 ilə 2-dir, amma birinin qabağına mənfi atmalıyam. 12 ilə mənfi 2. Baxın, toplayanda müsbət 10 eləyir.
Vuranda -24. Biz də bilirik ki, x. Sürət niyə mənfi olsun ki? Sürət 12 olacaq. Bizə deyir, axın ilə gedərkən sürəti tap. Axın ilə sürət, katerin sürətinin üstünə çayın sürətini də gəlirəm. Çünki ikisi bir yerdədir, axın ilə gedir. Katerin sürəti 12-dir, çayın sürəti də 4 idi. Neçə oldu? 16. B variantı. Belə, yəni bayaq hansı sualda dedim, yəni variantsızını da öyrədəcəm. Bax, bu variantsızdır. Yəni müxtəsər vurmanı həll edib tapmalısınız. Bu da belə. 32 çox maraqlı sualdır. Dediyim kimi bu suallar sizə magistr məntiqində də, dövlət qulluğu məntiqində də lazım olacaq. Diqqətlə qulaq asın görüm. Uşaqlar, uzunluğu olmayan bir şey nəyinsə yanından saniyədə keçə bilər. Məsələn, biz bir adamın yanından keçəndə 1 saniyə. Amma sizcə qatar kilometrlərlə uzunluqda olur, nəyisə daşımaq üçün. Qatar bir insanın yanından keçəndə 1 saniyəyə keçmir. O uzunluğunu həmin insanın yanından keçirməlidir. Görürsünüz, qatar tak, nə qədər saniyə keçir də. O qədər saniyə o nəyin keçirir sizin yanınızdan? Uzunluğunu. Bildinizmi? Yəni, qatarın uzunluq söhbətində diqqətli olun. Deyir, dayanmış sərnişinin yanından 7 saniyəyə keçir. Bəs deyir, uzunluğu 378 olan körpüdən amma 25 saniyəyə keçir. Biz bilirik ki, saniyə deyir deyə yenə saniyə tapmalıyam. T-ni tapmaq üçün yenə S bölü V. S-i verib ki, 378 metrlik bir körpüdür. Körpünün hansı sürətlə gedir bilmirəm. Yəni, eyni sürətdə, qatar sürəti eynidir. Amma deyir, 25 saniyəyə keçir. Biz bilirik ki, qatar körpünü keçəndə də, uşaqlar, təkcə 378 metr nə olsun ki, körpüdür. Təkcə körpünü keçəndə, bax, qatar körpüyə girdi. Tunel, körpü fərqi yoxdur. O körpüdən çıxanda bəs uzunluğunu çıxarmalıdır axı, hə? Yəni, o uzunluğu çıxmalıdır. Bu da deyir ki, uzunluğu nəyinsə yanından neçə saniyəyə keçir? 7 saniyəyə. Ona görə uşaqlar T-ni tapanda sırf qatar söhbətində təkcə S-i V-yə bölmürəm. Plus qatarın uzunluğunu da, yəni uzunluq söhbəti var. Qatar da uzunluğunu 7 saniyəyə keçirir. Deyir, cəmi 25 saniyə körpünü keçir. Aydındırmı? Həm körpünü keçdiyi zamanı tapıram, həm də öz uzunluğunu körpüdən çıxartdığı zamanı tapıram 7. Olur 378 böl x bərabərdir 18. 378-i 18-ə böləndə 36-nı 18-ə bölürəm 2, 21. Deməli, uşaqlar 21 metr böl saniyə sürətlə gedib. Bu, qatar 21 metr böl saniyə sürətlə gedib. V-si 21-dir. Qatarın uzunluq söhbəti də dediyi, uşaqlar, baba, qatar bu 7 saniyədə nəyini keçirir hardansa? Adamın yanından 7 saniyə keçirsə, deməli bu uzunluğudur. Yəni 7 saniyə ərzində uzunluğunu keçirir. Bizə yəni 7 saniyə ərzində uzunluğunu keçirir. Bizdə də qatarın uzunluğu düsturun. El düsturu da onsuz V vur T-dir də uşaqlar. Qatar 7 saniyədə 21 sürətlə gedərsə, görək uzunluğu nə qədər imiş? 147 metr uzunluğun keçirmək üçün 7 saniyə sürətlə gedirmiş. Bunu sadəcə dərk eləməyə çalışın, rahatdır. Bir neçə dəfədən sonra önünüz öyrəşəcək. Belə. Sonra baxaq. 44. Qabın deyir, 7-də 300 su ilə doludur. Uşaqlar, qab çəkil. Mütləq məsələ işləyəndə cızmaqara şəkil çəkilməlidir. Yəni, bu təlimatdır. 7-dən 3 su ilə doludur. Bax, dolu hissə 7-də 3x-dir. Onda boş hissə 7-də 4x-dir. Deyir, 25 litr su tökdülər. Su tökəndə bu 25 litr artır. Bax, burada 25, 7-də 3x, üstə gəl 25 olur. Amma bu hissə artdısa, bu hissə azalırmı? Yəni, dolu hissə 25 artdısa, boş hissə 25 azalmış olur. Və deyir ki, sizə dolmuş hissə, yəni 7-də 3x, üstə gəl 25, boş hissədən, yəni 7-də 4x çıx 25-dən 2 dəfə çox olur. 2-yə vuracaq. Alınır 7-də 3x, üstə gəl 25, bərabərdir. 7-də 4-ü 2-yə vuranda 7-də 8x, çıx 50. X-ları bir tərəfə yığıram, eləyir 7-dən 5x. 25-in üstünə 50 gəlirəm, 75. X-i tapanda 75-i 7-də 5-ə bölürəm. Böləndə tərsinə çevirib vururam. 7-ni 5-ə böləndə 1, 25-i 5-ə böləndə 15, 15-i 7-yə vururam, 105. Deməli, qab 105 litr su tuturmuş. Görək bizdən nə istəyir, elə onu istəyir. Nə qədər su tutur? 105 litr. Aydındırmı? Diqqətli olun. Növbəti məsələmiz
Eskalator məsələsidir. Eskalatordan istənilən birinə baxaq. 48. Deyir, eskalatorla hərəkət edən sərnişin yeriyərkən. Eskalator da hərəkət edir, uşaqlar, sərnişin də hərəkət edir. Deməli, eyni istiqamətdə hərəkət edirlərsə toplayacam. Eskalatorla sərnişin toplayacam. Hansı zamanda? 90 saniyədə. Biz bilirik ki, eskalatorun uzunluğu heç vaxt dəyişmir. Yəni, L1 L2-yə bərabərdir, o da L3-ə bərabərdir. Deyir, yenə həmin eskalatordur. Eskalator hərəkət edib, adam dayanır. Yəni, eskalatorun təkcə sürəti var. Adam dayanıb, bu dəfə 171 saniyəyə gedir. Bəs deyir ki, ümumiyyətlə eskalator dayansa, adam yerisə, yəni təkcə sərnişinin sürəti olsa, neçə saniyə gedər? Bu T-ni bizdən istəyir. Birinci verilmişləri hesablayaq. 90 V eskalator üstə gəlinsin 90 dənə V sərnişin bərabərdir 171 dənə V eskalator. Bir tərəfə yıxsam, eləyir ki, 81 dənə V eskalator, 90 dənə V sərnişin. İxtisar varsa, hər tərəfdə ixtisar edirəm. 9-a ixtisar edirəm 10 dənə V sərnişin, 9 dənə V eskalator. Qarşılıqlı sadədlər deyə göyquşağı qaydası, yəni sərnişinin sürəti 9 və eskalatorun sürəti 10-dur və ya bu nisbətdədir. Onda biz uşaqlar eskalatoru bildiyimizə görə yolu, yəni eskalatorun uzunluğunu tapa bilərik də və eskalator vur 171. 171-i 10-a vurun, neçə eləyəcək? 1710. Yəni uzunluq 1710-dur, yazıram 1710. Bildiniz, eskalatorun sürəti 10-dur deyə 171-i 10-a vurdum 1710. Bəs sərnişin sürəti neçədir? 9. Yazıram. 9 vurulsun T bərabərdir 1710. Bizdən də T-ni istəyir. 17-nin 9-a böləndə 1, 81-i 9-a böləndə 9, 190. Deməli, 190 saniyədə sərnişin özü öz ayağından düşə bilər. 190. Diqqətli olun, ikisi də hərəkət edirsə toplayırsınız, biri hərəkət edirsə həminki yazırsınız. Amma eskalator eyni eskalatordur deyə hasilləri bir-birinə bərabər olur. 52-ci sual. Bu maraqlı sualdır, düşmüş sualdır. A-dan C-yə axını ilə gedib, sonra C-dən B-yə axına qarşı qayıdıb və AB arada 44 kilometr yol qalıb. Uşaqlar, yol deyir, sonra biz yolla gedək də. Baxın, ümumi yoldan S1 deyim buna. S1-dən bu qeyd elədiyim S2-ni çıxsam bu 44 qalarmı? Çünki ümumi yol S1-dir. Baxın, yazın. S1 ümumi yoldan S2-ni çıxsam 44 kilometr qalar. Birinci nə gedib? A-dan C-yə qədər deyir, axın ilə gedib. Axın ilə də deyir 4 saata 30 üstə gəl x sürətlə gedib. Çıxacaq nəyi? 3 saata 30 çıx x sürətlə getdiyi yolu. Deyir 44 kilometrdə yerdə yol qalacaq. 120 üstə gəlinsin 4x çıxılsın 330-a vuranda 90, mənfi 3-ü mənfi x-a vuranda 3x. Müsbət eləyəcək çünki. 120-dən 90-ı çıxanda 30. 7x bərabərdir 44-dən 30 çıxanda 14. X-i tapıram ki 2. Burada x nəyi verib? Uşaqlar, axın ilə, axına qarşı. Deməli, bu sürət çayın sürətidir də, düzdür? Bizdən də çayın axma sürətini istəyir. Elə x-i tapdıq 2. Bildinizmi? Öz sürəti 30-dur. Axın ilə gedəndə çayın sürəti toplanır. Axına qarşı gedəndə çayın sürəti çıxılır axı. Yəni, bu çıxıb topladığım 2-dir. Cavab oldu 2. Baxaq 55, 56. İkisi də fərqli və maraqlı suallardır. 55-ə baxaq. 55-də çox qəşəng sistem tənliyin əvəz etmə yolunu öyrədəcəm. Bax, çox diqqətli olun. Sizə deyir ki, qatar sürətini 18 km artırdıqda 420 km yolda 3 saat qənaət edir. Yol dəyişmir, hə? Eyni yoldur. Deməli, V sürətdən T zamana gedəndə 420 km gedirmiş. Amma indi deyir ki, sürətini 18 artırıb. 3 saat daha tez getsə, 420 km yenə gedər. Sizə bir şey deyim ki, uşaqlar, hasil olan sistem tənliklərdə əvəz etmə olur. Əvəz etmə nədir? Yəni, bunlardan birini əvəz eləyəcəm. Məsələn, gəlin V-ni əvəz eləyək. V nəyə bərabərdir? 420 böl T. Yəni, ikinci tənlikdə uşaqlar, bu tənlikdə V-nin yerinə 420 böl T qoyacam. Amma hələ gəlin biraz sadələşdirək sonra. Bir-bir vurub açıram. VT çıx 3V 18T çıx 54 bərabərdir 420.
Hə, uşaqlar, yuxarıda V vur T nədir? 420. Deməli, bu 420-dir, düzdür? Sol tərəfdə də 420 var, sağ tərəfdə də 420 var. Bunlar ixtisar getdimi? Qaldı nə? Həmişə birinci müsbəti yazın. 18T, 3V, bir də 54. 54 də istəyirsiniz, bu yanda da qala bilər, o yana da keçirə bilərsiniz. Hər tərəf nəyə bölünür? Hər tərəf 3-ə bölünür. Riyaziyyatda ixtisar varsa ixtisar edin. 3-ə böləndə hə, biz nə dedik? V-nin yerinə nə qoyacağıq? 420 böl T. Gətirib V-nin yerinə 420 böl T qoyuram. Deyirsiniz ki, müəllimə, niyə T-ni əvəz eləmədik? T-nin qabağında 6 vur var. 6-nı 420-yə vurmaq çətin məsələdir. Ona görə tək olan bir şeyi əvəz eləyin. Bildinizmi? Yəni V təkdir deyə V-ni əvəz eləyirəm ki, 420 böl T. Çıx 18 bərabərdir 0. Sizə deyirdim, uşaqlar, məxrəcdə 3 varsa 3-ə vurun, 5 varsa 5-ə vurun. İndi məxrəcdə T görürəmsə T-yə vuracam. Hər tərəfi T-yə vuram. Olur 6T kvadrat. Çıx 420 T-yə vuranda T-lər ixtisar gedir. Çıx 18T bərabərdir 0. Hər tərəf 6-ya bölünür. Alınır T kvadrat. Şöyle sərgəli yazaq da, sonra T. 6-ya böləndə 3T. Bunu da 6-ya böləndə 70. Bilirsinizsə, çox ədli çoxdan aza düzülür. Dərəcəsi böyük olandan kiçik olana. İndi Viet teoremindən tapaq. Nəyi nəyə vuranda mənfi 70, toplayanda müsbət 3 eləyir. 10-dan mənfi 7. Uşaqlar, baxın, vuranda mənfi 70, toplayanda müsbət 3 eləyir. Biz də bilirik ki, sürətdir, zamandır, mənfi ola bilməz. Ona görə 10-dur. Zaman 10-dursa, T-ni tapdıq 10. Bizdən nə istəyir? Qatarın ilkin sürəti nə qədər idi? Təlimimizə baxaq. Kiçildim, özünüz görəsiniz. T-ni 10 tapmışıqsa, T 10-dur. Nəyi 10-a vuranda 420 eləyir? 42-ni. Deməli, V 42-dir. Uşaqlar, 42-ni 10-a vuranda 420 eləyəcək. Yazıram, V bərabərdir 42. Sizdən də V-ni istəyir. Qatarın ilkin sürəti 42 imiş. Diqqətli olun bu tip suallarda. İndi 56. 56 dəhşət çox düşür və sadədir. Zalda hər stolun arxasında, stolların sayını bilmirəmsə, saya x deyirəm. Hər stolun sayına x deyirəm. Çünki bilmirəm nə qədər stol var. Deyir, amma hərəsində 4 nəfər otursa, x-i 4-ə vururam ki, hərəsinin yanında yəni 4 nəfər otursa, hələ üstəlik 4 şagird də ayaq üstə qalır. Amma deyir ki, hər stolun arxasında 6 nəfər oturduqda, biz bilmirik stol nə qədərdir, x dənə yenə götürürük, sayı x dənədir. Deyir, 4 dənə stol boş qalır. Uşaqlar, yəni x stolun x-ında da adam oturmayıb, 4-ü deyir boş qalıb. Yəni 4 dənəsində adam oturmayıb və hərəsində 6 nəfər oturur. Bildiniz? X çıx 4 dənə stolun, hərəsində 6 nəfər oturur. Bərabər eləyək. 4x üstə gəl 4 bərabərdir 6x çıx 24. X-ları böyük olan tərəfə yığıram. 2x. 4-ün üstünə 24 gəlirəm 28. X-i tapıram ki 14. Yəni 14 dənə stol var imiş. Götürüb çox uşaq sual qəbula düşüb. Çox uşaq cavabı 14 götürüb. Sizdən şagirdin sayını istəyir. X-in yerinə 14 qoymalıydınız. 14 vur 4 üstə gəl 4. 56-nın üstünə 4 gələndə 60 nəfər. Deməli uşaqlar 60 nəfər adam olub. Diqqətli olun. Sonuncu 63-cü sualımıza baxaq. Çox maraqlı sual idi bu. Deyir ki, A məntəqəsindən, uşaqlar, bax, hər sualın, yəni düzgün oxuyanda, şəkli çəkəndə düzgün fikir irəli sürmək olur. A məntəqəsindən, deyir, sürəti 80 olan, bir də sürəti 60 olan 2 dənə avtomobil eyni anda çıxıblar. Sizə də demişəm ki, eyni an veriləndə, eyni zaman deyəndə T nədir? S böl V. Yəni, S böl V-ləri bərabər eləyəcəm, uşaqlar. Bu sözü eşidən kimi belə eləyirsiniz. Eyni zamanda, deyir, hərəkətə çıxıblar. Deyir ki, birinci avtomobil B məntəqəsinə çatıb. Buradan bir dənə B göstərək. Deyir, baxın uşaqlar. Birinci avtomobil A-dan çıxıb B-yə çatıb. Bu məsafəyə bir dənə S deyək. Çatıb, sonra deyir, geriyə qayıdıb və geriyə 40 kilometr getdikdən sonra bax, çatıb və deyir, geriyə 40 kilometr gəlib. 40. Və deyir, digər avtomobillə rastlaşdı. Yəni, digəri də hələ buradadır. Hələ buradadır. İndi gəlin yazaq da, uşaqlar, birincisi onda S kilometr gedib, axı deyir, gedib tam. Hələ 40 da geriyə qayıdıb, yəni üstünə 40 da gəlirəm. Yəni, S kilometr gedib, hələ 40 kilometr də gəlib. Hansı sürətlə idi birincisi? 80. 80 sürətlə. Bəs görək, bu anda ikincisi nə edib? Uşaqlar, ümumi yol S-dirsə, bu hissəsi 40-dırsa,
Cibimdə qalan pul və ya qalan yol nədir? S çıx 40. Bildiniz? Ümumi S-dir. Bu yanı 40-dırsa, bura S çıx 40-dır. Deməli, ikinci avtomobil sadəcə hələ S çıx 40 qədər yol gedib, hansı sürətdən? 60 sürətlə. Bərabərin hər tərəfindən eyni olanları ixtisar eləsək. 20-yə bölsəm, burada 4 qalır, burada 3 qalır. Çarpaz vururam. 4S çıx 160 bərabər 3S üstə gəl 120. S-ləri bir tərəfə yığıram. S bərabərdir. 120 ilə 160-ı toplayanda 280. Deməli, yolumuz 280 imiş. Bizdən demək 10 istəyir. Diqqətli olun, uşaq elə deyir, yolu istəyir 280. Anladınız mı? Bu da fərqli cür maraqlı sual idi. Belə uğurlar.